qəbul etsin. Kimi göndərib məndən debata? İlham Əliyev. Bu Səyavuş Novruzov universitetdə qiyabi oxuyanda 8 adam tapşırandan sonra 4-cü göndərişdə, yəni Napravlenidə tarixdən bir dənə 3 alıb və tramvay altında qalan bir 3 alıb. İndi gəlib burada məndən debat aparır. Sən məndən nə debat aparacaqsan? Sənin nə intellektin var, nə ağlın var, nə düşüncən var ki, məndən debat aparasan. Və burada görün bu adam nə qədər bisavaddır ki, deyir 2009-cu ildə Cəmil Həsənli 2 il bundan qabaq belə deyib. Bu hələ bilmir ki, 2013-cü ildir və 2009-cu ildən 5 il keçir. Bu sən bu sadə hesablamanı hesablaya bilmirsənsə, məndən nə debat aparacaqsan? Xeyr, 5 il keçir. Biraz düzgün hesablı olun. Və burada, nə bilim, artıq bir neçənci dəfədir ki, məni, nə bilim, mal otarmaqda, qoyun otarmaqda, mən kətçi balası olmuşam, qoyun da otarmışam, mal da otarmışam, hər bir kəndli uşağı bundan fəxr edir. Bəla bu deyil, ayıb bu deyil, ayıb odur ki, fərqi yoxdur, ya şəhərdə doğulursan, ya kətdə, ya şəhərdə adam kimi doğulub, sonra heyvana çevriləsən, bəla budur.